Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizm funksiyalarının 61-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşlarınadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını tək başına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Natamam iş vaxtı isə əmək müqaviləsi bağlanarkən və ya əmək münasibətləri dövründə işçi ilə işə götürənin qarşılıqlı razılıq əsasında müəyyən edilir. Natamam iş vaxtı, natamam iş günü və ya natamam iş həftəsi formasında ola bilər. Onun müddəti və hansı dövr üçün tətbiq olunacağı tərəflərin razılığı ilə müəyyən edilir. İşçinin səhhəti və fizioloji vəziyyəti, hamiləliyi, əlilliyi, habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə 14 yaşına çatmamış yaxud əlilliyi olan uşağı olan qadınlara işə götürən tərəfindən onların ərizələrinə əsasən natamam iş vaxtı müəyyən edilməlidir. Hər iki halda işçinin əmək hüquqları qorunur. Natamam iş vaxtında çalışan işçilərin əmək hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına yol verilmir. Əmək hüquqlarınızı öyrənin və tələb edin.